Bismillahirrahmanirrahim. Bu dəfə biz istəyirik rayonlarda, xüsusən kəndlərdə olan problemi dilə gətirək və müvafiq dövlət strukturlarından, dövlət idarələrindən xahiş və tələb edək ki, həmən problemi tezliklə aradan qaldırsınlar. Əlbəttə ki, söhbət rayonlarda və xüsusən kəndlərdə, ucqar kəndlərdə ələlməxsus bankomat aparatlarının, bankomat kimi deyilən o pul götürülən, pul çıxarılan aparatların quraşdırılmamasıdır. Mən konkret olaraq bir rayon haqqında danışıb və digər kəndlərə və rayonlara da aid edəcəm bu mövzunu. Azərbaycanın ən kasıb və ən ucqar rayonlarından biri Yardımlı rayonudur. Əhalisinin sayı təqribən 65 min ətrafındadır və kəndləri biraz dağlıq ərazidə olduğuna görə bir-birindən çox məsafəlidir, aralıdır. Rayon mərkəzi ilə bəzi kəndlər var ki, yəni avtomobil yolu ya yoxdur, ya da bərbad vəziyyətdədir. Yəni insanların rayon mərkəzi ilə əlaqəsi çox bərbad vəziyyətdədir, çox məhdud vəziyyətdədir. Və hətta rayonun bir hissəsinin kəndləri, kənd əhalisi rayon mərkəzi ilə deyil, məhz Masallı rayonu ilə kontakta qurur. Məsələn, bazar və digər ehtiyaclarını Masallı rayonuna, ehtiyacları üçün Masallı rayonuna gəlirlər. Bizim rayonun, yəni mən özüm də Yardımlı rayonunda doğulub böyümüşəm. Bizim rayonun, Yardımlı rayonunun həqiqətən bir çox problemləri var və məhz elə o problemlərə görə də rayon əhalisi rayondan kütləvi şəkildə axın edir. Paytaxt Bakıya, qonşu Masallı rayonuna, Cəlilabad rayonuna və digər Çəlyan rayonu, digər rayonlara və xüsusən Bakıya üz gətirir. Yəni, bir ailədə əgər 4-5 uşaq varsa, təqribən bu 20-25 il bundan əvvəl belə idi, indi ailədə 1-2 uşaq olur. 4-5 uşaq varsa, ondan biri kətdə, yəni rayonda qalır ya qalmır. Hamısı müxtəlif yerlərə gedirlər. Əlbəttə, bu da rayonda baş verən ciddi problemlər üzündən və yaşayış üçün normal şəraitin olmaması baxımından ortaya gəlir. Dediyim kimi, rayon dağ rayonudur, dağ kətləridir və eyni zamanda qazlaşdırma yoxdur. Rayonun mərkəzində və bir neçə yaxın kətdə qazlaşdırma var. Ondan başqa rayonda qazlaşdırma yoxdur. Ciddi istilik problemi var. Və bir maşın deməli qış sezonunu bitirmək üçün, başa vurmaq üçün təqribən bir maşın ya biraz çox odun tədarük edilməlidir. Səhv etmirəmsə, bir maşın odun almaq üçün də 500 manatdan, yəni maşının qiyməti başlayır, 500 manatdan başlayır. Bu da kənd cəmaatı üçün çox böyük məbləğdir və Yardımlı rayonu ucqar rayondur və eyni zamanda tranzit rayon deyil, ən künc rayondur. Artıq ondan o tərəfə heç bir rayon yoxdur, birbaşa İrandan sərhəddir. Bir çox göstəricilərə görə hökumət, dövlət bu rayona xüsusi diqqət ayırmalıdır ki, biz bunun əksini görürük və görürük ki, Yardımlı rayonu bütün mənalarda unudulmuş, yaddan çıxarılmış bir rayondur. Və qeyd edim ki, buna baxmayaraq Yardımlı rayonunun deməli Azərbaycan elminə, inkişafına töhfə verən kifayət qədər ziyalılar yetişdirmiş rayondur. Konkret olaraq danışmaq istədiyim problem isə kəndlərdə bankomatların quraşdırılmamasıdır. Bu problem təkcə bizim Yardımlı rayonu ilə bağlı deyil, bir çox rayonlarda, kəndlərdə eyni problem var. Azərbaycanın demək olar ki, deməli bir problem varsa ölkənin hər yerini əhatə edir. Bu hökumətin idarəçilik üslubudur. Rayonun mərkəzində və bir neçə kətdə bankomatlar quraşdırılıb. Ondan başqa demək olar ki, ucqar rayon kəndlərdə bankomatlar yoxdur. İnsanlar
pensiyalarını, maaşlarını almaq üçün rayonun mərkəzinə gəlməlidirlər. Dediyim kimi, rayonun mərkəzi ilə kəndlərin arasındakı o bağlılıq dağ kəndidir, dağ yollarıdır və bir neçə istiqamətdə olan yollar normal şəraitdədir və qalanları isə, əksəriyyəti isə palçıq yollardır və bu da sentyabr ayından başlayaraq, yəni yağışlar intensivləşəndən aprel ayına qədər, hətta may ayına qədər rayondan əlaqələr xeyli zəifləyir, məhdudlaşır. Çünki dağ rayonu olduğuna görə yağışlar çox olur, temperatur mənfidir. Qış fəsillərində bu hallar şərait yaradır ki, yəni daha doğrusu bu hallar insanların rayonla bağlılığına ciddi məhdudiyyətlər yaradır. Və bankomatların da olmaması insanların vəziyyətini, ağır vəziyyətdə olan insanların vəziyyətini kifayət qədər də ağırlaşdırır. Və eyni zamanda bu bankomatların rayonlarda, daha da kəndlərdə bankomatların olmaması demək olar ki, bir çox cinayətlərə də yol açır. Məsələn, insanlar məcburlar özləri gedib hər ay özləri gedib pul çıxartsınlar, pullarını gətirsinlər, maaşların və pensiyaları. Bu da insanlara baha başa gəlir, vaxt itkisidir, hətta bəzən bir günə başa gəlir. Yəni ucqar kəndlərdən rayona gəlib bankomatdan müəyyən məvacibi çıxardıb, yəni müəyyən məbləği çıxardıb daha doğrusu geri qayıtmaq adamın bir gününü aparır. Bu bir çətinlik və bir nəfərə əgər həvalə edirsə, kiməsə həvalə edəndə ki, məsələn, xüsusən yaşlılar mənim pensiyamı və yaxud da maaş kartımı apar özü ilə pul çıxar, onda da müəyyən deməli cinayət halları baş verir. Yəni bəzən insanlar görürsən ki, pula tamahlanıb həmən pulu mənimsəyir və yaxud da müəyyən orada bu kimi hallar baş verir. Hər halda kənd cəmaatının əziyyətini ağırlaşdırır bu hallar. Mən deməli bu barədə bir kiçik araşdırma apardım. Görürüm ki, bir bankomatın mərkəzləşdirilmiş şəkildə sovetlik deyirlər. Bir neçə kəndin birləşərək, Sovet dövründə də belə idi, bir neçə kəndi birləşdirirdilər, mərkəz edirdilər bir yerdə və insanların ora mərkəz kimi bir kəndi tanıyırdılar. Buna sovetlik deyirdilər. Sovetliklərdə heç olmasa bankomatların quraşdırılması kənd əhalisinin vəziyyətini xeyli asanlaşdırar. Axı bu çətin bir məsələ deyil. Böyük milyonlar tələb etmir bir bankomatın deməli aparıb kəndlərdə, sovetliklərdə quraşdırılması. İnsanların vəziyyətini çox rahatlaşdırar və insanlar pensiyalarını və maaşlarını rahat şəkildə özləri gedib o bankomatlardan çıxarda bilərlər. Zaten Azərbaycanın rayonlarında və kəndlərində bir bankdan başqa digər banklar demək olar ki, yoxdular. Sadəcə bir bank fəaliyyət göstərir. Əksər rayonlarda, hətta mən yenə statistikaya baxdım, əksər rayonlarda ancaq bir bankın fəaliyyəti var. Bu da o deməkdir ki, Azərbaycanda bu baxımdan xüsusən bölgələrdə vəziyyət olduqca deməli çətindir, dözülməz bir haldır. Hakimiyyət insanların vəziyyətini nəzərə alıb, xüsusən yaşlıların vəziyyətini nəzərə alıb, heç olmasa sovetliklərdə, heç olmasa bir neçə kəndin birləşdiyi bir nöqtəni seçib, orada bir bankomat quraşdıra bilər ki, insanlar deməli rayon mərkəzinə getməkdən xilas olsunlar. Yəni vaxt itkisidir, çətindir, qış günləri var, yayın istisi var, maşınsızlıq problemi var və s. yolların bərbadlığı var və s. Bu problemlərdən xilas etmək üçün insanları hökumət belə bir addım ata bilər yox, bunu atmalıdır, bunun vəzifəsidir. Hökumətin müvafiq dairələri, dövlətin müvafiq orqanları insanların vəziyyətini yaxşılaşdırmaq üçün, yaşayışını, rifahını yaxşılaşdırmaq üçün məhz bu işləri görməlidir. Bu, dövlətin üzərinə götürdüyü bir vəzifədir. İnsanların deməli
vaxtının israfa getməməsi üçün, insanların vaxtının itirilməməsi üçün dövlət bu problemi həll etməlidir. Çünki bir neçə rayondan, səhv etmirəmsə 86 ya 96 kəndi var yardımının və təbii ki, bu kəndlər çox böyük kəndlər deyil. Yəni bu kəndlərdə evlər azdır. Ondan sonra adətən bu kəndlərdə deməli daha doğrusu indi normalda bu kəndlərdə biraz yaşlı insanlar yaşayır və cavanlar əksəriyyəti kəndləri tərk edib paytaxta tərəf və yaxud da xaricə üst tuturlar və hökumət bu cür problemləri həll etməkdə borcludur. Biz bir daha xahiş edirik və tələb edirik ki, rayonlarda, kəndlərdə, xüsusən yardımlı rayonunun deməli bu problemi həll olunsun və eyni zamanda bunu da deyim ki, yardımlı rayonunun problemləri çoxdur. Biz zamanında notarius xidməti ilə bağlı da müəyyən səylərimiz olub, müəyyən fəaliyyətimiz olub. Düzdür, heç bir nəticə olmadı. Amma bu məsələləri də biz gündəmə gətirmişdik. Əhali bir notariusla bağlı olan bir deməli ehtiyacını ödəmək üçün, bir problemini həll etmək üçün ya bir həftə boyu gözləməlidir, ya da ki, Masallıya getməli idi və s. Masallı rayonuna üst tutmalı idi. Bunlar həqiqətən olduqca kənd əhalisini incidən, kənd əhalisini əziyyətə salan hallardır. Ümid edirəm ki, hökumət üçün dövlət resurslarından istifadə edərək və etməlidir əslində bu problemi tez bir zamanda həll edə bilər. Əgər maraqlıdırsa, əgər həqiqətən xalqın tərəfindədirsə və əgər həqiqətən xalqın rahatçılığını, rifahını istəyirsə, bu məsələ düşünürəm ki, tez bir zamanda həll olmalıdır. Biz buna ümid edirik və müvafiq orqanlara səslənərək tələb edirik ki, eyni zamanda tələb və xahiş edirik ki, xüsusən yardımlı rayonunun kəndlərində bu problemi həll etsinlər, insanlar daha çox əziyyətə düşməsinlər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.